Arxa fonuna səs gəlir. Hə. Eee, Biz if else döngülər olar keçməmişdən əvvəl bunları build funksiyalarla tanış olmaq lazımdır. Yenə deyirəm, o məsələ orada məsələn maraqlı bir işlər görmək üçün, real nəsə bir kod yazmaq üçün sənə build funksiyaları, metodlar, datalar, operatorlar bunlar hamısı lazımdır. Bunları biləndən sonra maraqlı kodlar yaza bilərsən, maraqlı layihələr yarada bilərsən. Build funksiyaları nədir? Hazır Pythonda olan funksiyalardır. Yəni heç bir kitabxana yükləmirsən, hazır Python içərisində olan funksiyalardır. Bunların bir neçəsini burada yazmışıq. İndi ola bilər burdan hansısa sənə heç vaxt lazım olmaz. Ola bilər burada olmayan sənə lazım olar, amma build funksiyası deyəndə səndə formalaşmalıdır ki, necə işləyir də. Yəni məntiqi nədir bu build funksiyasının? Hər bir funksiyanın özünün işi var. Birinci başda printdən məlumatı ekrana çıxarmaq məqsədilə istifadə olunur. Burada indi bir-bir baxacağıq. Sadəsi nədir? Bu print dırnaqda salam. Rəqəm yazsaq ona dırnağa ehtiyac yoxdur. Orada bax bu dərsimizdə bax printdə bunlar. Wrap string nədir? F string nədir? Escape simvollar nədir? Set and formatlama. Biz nəyə baxaq? Buna baxmaq istəyirəm orada printdə. Biz normalda bax, mən bunu belə eləyim. Normalda biz yazanda sadə string yazırıq deyə salam. Bunu yazırıq da. Bizə belə lazımdır deyə. Bunu rahat eləyirik. Bizə desələr ki, bunun 2 sətir, salam buradan çıxsın, dünya buradan. Niyə 2 dəfə print yazarsan? Ya da nə edərsən? Bir dənə belə xətt atırsan, bir dənə bax bu. Ki, nə edəsən? Aşağıdan çıxsın. Yəni növbəti sətir. Onun sonrasında da bir dənə atarsan belə. Bir dənə. Ardı ilə yazarsan necəsən? Görsən n-ni biri yemişik deyəsən. Yəni n-ni bax bu xəttlə n bu bir yəni növbəti sətrə keçməyin simvoludur. Görürsüz? Boşluğu isə əyri xəttdir. Boşluq. Məsələn, bunu bax keçirtməyək, belə eləyək. Yəni bu çox da lazım olmur, amma yenə də məsələn belə yazıram. Bunlar escape simvollar olacaq. Bax görürsüz burada bir abzas boşluğu qoydum. İstəyirsən təzə sətrə keçəndən sonra abzas boşluğu qoyulsun. Necə edərsən? Səliqəli formada. Bax əvvəlki vəziyyətinə qaytarıram. Təzə sətrə keçib də. Mən də buradan belə bir şey yazıram. Bunları normal kod olaraq bax. Bunları qarışıq görünsə də gəlir deyilir salam. Salamdan sonra nə etməsən? Bu nə deməkdir? Növbəti sətrə keç. Keçdə bunu yazdım. Bu nə deməkdir? Növbəti sətrə keç, keçib növbəti sətrə. Bu nə deməkdir? Abzas qoy. Nə ötürdü? Bunlarda yəni sadəcə oxumaqla yetinmək olmaz. Ancaq bol-bol praktik etmək lazımdır. Burada maraqlı bir situasiya var. Biz əgər bir bu işarədən qoymaq istəyiriksə, bundan 2 dənə qoymaq lazımdır. Bax, yəni yox deyək. Bunu silirəm. Məsələn, C diski. Belə yazmaq istəyirəm də. C diskində nəsə fayl var. Bunu çap eləmək istəyirəm. Bir dənə qoyuram. Görürsünüz, qəribə bir şey alındı. Bu nə deməkdir? Görürsünüz. Bundan 2 dənə qoysam nə olacaq? 2 dənə qoyanda 1 dənə görsənir. Proqramlaşma budur da. Bunlar belə şeylər əzbərləmək lazımdır. Ki, nə yazanda necə olur. 2 dənə qoyanda 1 dənə göstərdi. Bu formada. İndi bunun da fərqli vəziyyətləri var. Görürsünüz 2 dənə qoyanda 1 dənə göstərir. Nəticə odur. İndi məsələ nədir?
Səbəb nədir? Elə 2 dənə yazanda bir göstərir, bir dənə yazanda aləm vurur bir-birinə. Çünki normal stringdə o yazanda, normal string yazanda ona müdaxilə edir. Bax, bu simvollar, bu əyri xətt müdaxilə edir. Mən istəyirəm ki, normal yazım, əvvəlki vəziyyətinə qayıdıram da. Deyirəm, belə yazım, mənə müdaxilə eləmə də. Mən belə istəyirəm, belə 2 xətt falan qoymaq istəmirəm. Onda bir dənə əvvəldən r atdım. Yəni, əvvəl belə yazıb da f string, düzdür? İndi bunun başqa versiyasını öyrəndik. R string. Bax, C fayllar. Görürsünüz, bu müdaxilə eləmir. Hətta məsəl üçün bura bir dənə n daxtıram. Əyri xətt n nə deməkdir? Yeni sətr, new da, yəni. Düzdür? İndi normalda nə olmalıdır? C-dan tutulaq bura belə yazıb da. Dünya. Normalda nə etməlidir? Bu növbəti sətrə keçməlidir də. Görürsünüz, necə var, elə də çıxartdı. Yəni, escape simvolları var ki, bu əyri xəttlə işləyən, bu R bunu bloklayır. İcazə vermirlər çıxmağa. İki dəyənə. Necə var, elə də çıxsın. Deməli, hansı bax, escape simvollar. Görürsünüz. Yəni, burada tabı da bloklayacaq. İki dənə xətti də bloklayacaq. Nə? Raster. Vizualda yazmırlar bu arada. Hər ki, inputda vizuala keçər. Deməli, biz indi nəyə baxaq? String. F string neyinirdi? Niyə lazımdır? Bax, bunların əsas kökünə fokuslanmaq lazımdır. Bax, bunu silirəm. F string nədir? F yazırdım. Dırnaq açırdım. 2 dənə dırnaq. İçərisində deyirdim ki, salam. Məsələn, deyirdim ki, A üstəgəl B. Belə bir şey yazıram. Mənasız olacaq, amma ki, yəni F stringin məqsədini göstərim də sizə. A 10-dur, B də 20-dir. Mən bunlardan nəsə bir əməliyyat aparmaq istəyirəm və yaxud da bunları burada printdə çıxartmaq istəyirəmsə, nədən istifadə edim? F-in içərisində bu əyri mötərizədən istifadə edir. Yəni F stringdə bundan istifadə edib ki, göstərim. Salam 30. Və yaxud da deyərəm ki, salam A və əsas mənasına yox, işləmə prinsipinə baxın. A və B. Yəni, bir dırnaq əvvəldə açılıb, bir dırnaq axırda açılıb, əvvələ də bir dənə nə atılıb? F atılıb. Yəni, F string. İçərisində mən bunu variable, dəyişənlərdən istifadə edəcəm. Hansı versiyanın? Əyri mötərizə ilə. Bunu da başa düşdük. F string. Hesablamanı eləyir, formatlama. Sonra ayrı-ayrı necə elədik? Vergüllə bunu çox eləmişik. Separatorlar nədir? Yenə biz bir dırnaq. Yəni, deyə bilərsiniz ki, məsəl üçün, belə bir sual çıxa bilər ortağa. Biraz da işi qarışdıraq da. Deyə bilərsiniz ki, həm belə istifadə olunub, həm də belə qoyublar. Məsələn, bax, bunu yazıram. Burada nə baş verəcək sizcə? Keçəcək təzə sətr yoxsa yox? Xeyr, mən keçməz. Keçəcək, keçməyəcək. Keçməz. Keçməz. Keçir, niyə keçmir? Biz nə dedik ki, məsələ odur ki, bunu bloklayan nə idi? Əvvəlində hansı hərf olması? R. R olmalıydı ki, dırnaqdan əvvəl. Bunu bloklasın. Yoxdursa keçirdi də. O nə fərq olur? Amma bunu R atsaq ora. Bir dənə də R atsaq. R atsaq nə olacaq? Deməli, həm mənim variable'larımı göstərə bilirəm, həm də bunu bloklayıram. Yəni, bu əyri xəttlə normal işləyirəm.
Bax, bu ikisini də ata bilərsən, birini də ata bilərsən, atmaya da bilərsən. İndi baxırsan, sənə necə xoşdur, sənə necə rahat. Dokumentasiyada bu yoxdur, amma bunu da bilin ki, əgər mən bunu bloklamaq istəyirəmsə, iri də atıram ora. Yəni ikisi də ola bilər əvvəldə. Yox, sənə əgər təzə sətirlərə keçməyə falan lazımsa, bir dənə iri buradan silirsən. Ayrton da bloklayır. Ir hamısını. Yəni bax bu escape hansı idi? Əyri xətt T, əyri xətt N. Bu kimi şeylərə escape gedir. Escape simvollar gedir. Ir onların hamısını bloklayır. Yəni görmür də, onu təzə sətr və yaxud da boşluq falan qoymaq eləmir. Deyə bilərsiniz ki, bəs bu niyə qabaqdan gəlib yaxşı? Burada boşluq nədir? Bəsə paralel. Aydındır. Separatorlar deyəndə nəyə nəzərdə tutulur? Bax, belə bir şey yazsam, tutaq ki. Heç F-siz falan da dırnaqda yazır. Deyək, məsələn, riyaziyyat, fizika, kimya. Bu indi stringdə ola bilər. Birbaşa printin içərisində biz nəsə çap eləmək istəyirik. O da ola bilər. Biz nədən istifadə edirik? Dırnaq qutarandan sonra. Dırnağa bax. Burada hamısı dırnaqda verilib ayrı-ayrı. Siz ayrı-ayrı variable'lar ola bilər, listidə. İndi baxır da sən o data hardan necə gəlib çıxıb. Sonra bax bunlardan sonra biz indi bir yerdə istifadə eləmişik. Bunları vergüllə ayırmışıq. Çünki məsələn, tutaq ki, nəyinsə birinci elementi, nəyinsə ikinci elementi, hamısını dırnaq qoyuruq belə. Nəyinsə üçüncü elementi. Bunları mən çap eləyəcəm də bu stringləri. Düzdür. Və deyirəm ki, seplə arasında nə işarəsi olsun. Bu birisi join-ə biraz oxşuyur. Bu join-ə oxşuyur. Dırnaqda o arasında nə işarə olacaq? Məsələn, deyirəm ki, belə tray qoyuram, belə. Üstünə gəlmək olmaz. Sol tərəfdən üstünə gəlmək yazmalıyıq. Nəsə üstə gəlir. Save. Deyirsən ki, bax, bu elementləri print eləyəcəksən. Aralarında nə qoyacaqsan? Boşluq, tray, boşluq. Üstə gəlmək olar. Birləşdirir də, bununla birləşdirir olar. Görürsünüz. Hətta sol tərəfdə yazıda üstəgəl var. Harada üstəgəl? Qaydada. Burada. Üstəgəl. Buradakı üstəgəl. Yəni bunu qoymasaq da işləyir də. Bura da bəs qoymaya bilərsiniz. Burada boşluq, tray, boşluq, xətt boşluq, belə. Onda boşluq qoyulanda ortasında boşluq olacaq da. Yəni orada fərqi yoxdur, nə isə qoya bilirik. Nə istəyirsiniz yaza bilərsiniz də. Burada boşluq qoysanız orada boşluq da olacaq. Məsələn, deyək ki, vergül, tray, tutaq ki. Vergül, tray. Yəni də bura vergül ataq. Yəni belə bir şey oldu. Həm əvvəlinə, həm axırına vergül. Nə istəsəniz yaza bilərsiniz. Bilən də belə bir sep yazdıq. Silək. Yəni biri var mən bir stringdir, bir də var 3 dənə ayrı-ayrı stringdir. Bir string necə bilərdim? Buradakı dırnaqlar olmaz. Bir əvvəldə, bir də axırda olar. Bu bir string. Sonra ayrı-ayrı gətirmişəm. İndi mən bunların arasına nəsə qoyub birləşdirib print eləməliyəm. Sonu nə ilə bitsin? Onu da bunu end ilə düzəldirsiniz. End. Yenə eyni qaydada. Məsələn, deyirsən ki, nöqtə ilə bitsin. Sonunu həmin bir sətirdədir, sonuna da bunu qoy. Normalda bax fikir verirsiniz, arasına heç nə qoymur. Boşluq. Görürsünüz, arasına heç nə qoymur. İçinə boşluq nəsə qoymaq üçün əvvəlinə sep, sonra end yazaq, end nöqtə olsun, sep. Bura məsələn sep də əlavə eləmək istəyirsən. Sep. Məsələn, belə bir şey bərabərdir. Düz belə.
Xəta oldu. Bir dənə görək. İkisi də işləmir. Hə? İkisi bir yerdə İkisi eləmir. də Vergül olmalı. Hə. Vergüllə yaxında. Hı. İşlədim. Razı qaldım. Hı. Hə. Bir də bax bu ən çox istifadə olunan bu versiyadır. Bunu götürüm atım. Bu nə deməkdir? Çox istifadə olunur həm öyrənmə ərəfəsində, həm bitirəndən sonra. Bax burada mən ola bilər x-in qiymətini burada mən görürəm. Ola bilər ki, çox yuxarıda qalıb və ya da nəsə bir əməliyyatlar gedib üstünə. Tutaq ki, burada yazıb x 10, burada yazmışıq ki, x bax belə bir şey yazmışıq da. X bərabər vurma bərabərdir 5. İndi bilmirəm də bunun x-in nəticəsi nə olacaq? Belə bir yazılış tərzi var. Dırnaqda x, vergül x. Biraz qarışıq görürsən, əslində asan. X kimi göstərsən buranı. Burada da x-in nəticəsini. X-in nəticəsi burada çıxır, yəni 50. Bu isə text kimidir. Yəni əslində bu çıxmır ekrana. Elə bilərsiniz bu çıxmır, bu çıxmır. Burada məsəl üçün bax sizə sübut edeyim. Belə bir şey yazıram. Gördünüz, 4 dənə x bərabərdir 50. Yəni əslində biz burada allıcı görüntü yaradırıq. Deyir ki, x bərabərdir x, y bərabərdir y. Yəni biri x kimi çıxacaq, biri dəyər olaraq. X-in içindəki nədir, o çıxır. Başa düşdük. Hə, formatı build funksiyasının içərisində format olmalıdır. Bu nədir? Əslində köhnə üsuldur və çox az istifadə olunan üsuldur, amma bunu da görəndə çaşmayın da. Bax, burada 2 əyri mötərizə göstərilib. Biz bunu əvvəldə F-də yazmaq olar. İndi görək, format varsa ola bilsin ki, F string olmasa da olar. Yəni, problem yaratmaz. Bunlar nə deməkdir? Yəni, bu add birinciyə düşəcək ad adlı dəyişənin nəticəsi, ikinciyə düşəcək yaş. Məsələn, buradan yazıram ad bərabərdir. Düzdür. İkinci də yaş. Oradan necə var? Elə yazım. Yaş bərabərdir 18. Yəni deyir ki, birinciyə bunu atacaqsan. Bax, string nöqtə qoyulub format funksiyası çağırılır və içərisində hansı dəyişənlər düşəcək bura? Birinciyə və ikinciyə. Onu da belə yazsan. Ad yaş. Çətin bir yazılış deyil, amma indi çox az istifadə olunur. Demək olar ki, istifadə olunmur. Fikir verirsiniz. Birinciyə hansı düşdü? Hüseyin bura. İkinciyə də. Yaxşı, indi mən belə eləsəm necə olar? Bunu silərəm. Burada yazaram. Ad yaş. Düzdür. İşləyəcək, işləməyəcək. İşləyəcək. Yox, F lazımdır orada. F olmalıdır. F lazımdır. Görsünüz. Niyə? Deməli, əgər burada belə yazmışıqsa, nöqtə format yazmışıqsa, F stringə ehtiyac yox. Biz həmişə F-dən istifadə edirdik axı. F format yoxsa F-dən istifadə edirik. F yazmasaq, elə biləcək ki, burada elə belə yazmaq istəmişik. Yəni, əyri mötərizə ad sözü, bir də belə. F yazanda deyir ki, yox, onların içərisində nəsə bir dəyər var. Şeyin dəyəri. Belə buna ehtiyac yox. Çox köhnə üsuldur. Buna ehtiyac yoxdur. Onun üçün birinizi qarışdıran sadəcə görüntü olaraq yadda saxlayarsınız. Stringləri birləşdirməni onsuz da bilirik ki, biz yenə bayaq kimi fizika. Sən istəyirsən ki, bunları çap edəsən və ya da birləşdirəsən. Hər ikisində plusdan istifadə edə bilərsən. Amma bunları tam birləşdirəcək də boşluqsuz. Məsələn, nə edə bilərəm burada? Bir dənə də plus ataram. Boşluq dırnaq. Məsələn, belə bir şey eləyərəm. Bu yazı şəkli ki, hamıya tanışdır. Boşluq dırnaq, boşluq xətt boşluqla birləşdir. Fizika, sonra bu boşluq, fikir edin. Bu boşluq altında da bu. Plus qoymamış. O Hə? fizika yazmış məsəl üçün. Hə. O fizika ilə string arasında boşluq qoysaq. İstəyirsən ki, belə edəsən, bax belə plus, düzdür. Nə edib? Burada belə boşluq belə qoyuram. Bu nə demək istəyirsən?
Tire qoymamış, eləmək olar. Tire qoymasan onu neynəmək istəyirsən? Məqsədin nədir? Hə, qoydum. Bizə deyilib axı tire qoy da. Hə də burada boşluq oldu da. İndi var deyə bilərsən ki, hə də deyirsən ki, boşluq oldu. Lap belə də eləyə bilərəm. Bax, sən bilmirəm nədir məqsədin. Bax, deyirsən ki, lap belə elədiyim. O əlavə niyə eləyirəm ki, bunları düzəldirəm bunun üçün. Onu demək istəyirsən də, hə, da bir də plus qoy bir də. Onu demək istəyirsən. Ay, sağ. Bəli. Bu belə olmur axı. Bu belə olur. Bax, mən sənə deyim. List 1. Sənin sualın cavab. Bax. Hə, sənə deyir ki, burada, sənə deyir ki, birinci elementlə, yəni sıfırıncı elementlə, əslində 1, 2 deyək də biz öz dilimizdə sayaq. Birinci elementlə ikinci elementi birləşdir və aralarında tire qoy. İndi gəl onu burada elə. Burada kələmə ağlamaq tutmuş, sənin dediyin üçün. Nətər yazaram? Deyərəm ki, list 1, list 1-in sıfırıncı elementi üstə gələr. List 1-in birinci elementi. Belə elədim. Yaxşı, indi mən bura nətər eləyim? Deyim, boşluq, dırnaq çıxır. Eləyə bilərəm mi? Xeyr. Nasıl? Element kimi götürmüşəmsə, gəldim, məcburam neyəm? Bir dənə də plus ataram bura. Bu iki plus arasına belə dırnaqda boşluq, falan ataram ki. İndi bax, məcbur qaldım, mən dediyimi istifadə edəsin. Məcbur qaldım. Sən çox ehtimal ki, özdə real proyektlərdə, real işlərdə belə bu formada sən işləyəcəksən. Götürüb əlindən bura fizika yazmayacaqsan. 90%, 99% hətta ehtimal odur ki, sən bura əllə fizika yazmayacaqsan. Sən bura hardansa gətirəsən fizika sözünü, sonra çap edəsən. Onda da sən bu şey məcbursan bundan istifadə edəsən. Bu forma daha səliqəlidir. Məsələn, burada mən müdaxilə eləyə bilmədim. Gəlib listi də dəyişəm bura. Mənim ixtiyarım yoxdur. Gəlib bura pre-yaptığım nəmli belə bir şey deyim. Belə ixtiyar yoxdur. List, yəni bu list bu cür yaradılacaq. Belə də qalmalıdır. Bu belə, sonra görə inputdan da danışa bilsəydik. Çox sətirlər yenə eyni qaydadır. Başqa aşağı sətrə düşmüşəmsə, mən istəyirəm ki, o da əvvəlki sətirlərə tabe olsun. 3 dırnaq, 3 qoşa dırnaq, ya da 3 tək dırnaq. Debug'ı da bildik də, yəni A bərabərdir, X bərabərdir, X. Dırnaqda yazanda text kimi çıxır, adi yazanda variable kimi çıxır. Bunda da ehtiyac yoxdur elə biləm deməyə. Print, yəni yada salıram, deyirəm ki, X bərabərdir, düzdür, X bərabərdir. Vergi qoyub X yazıram. Bununla bunun arasında fərq çoxdur. Bu textdir, bu isə variable. Yəni, bu da debug, yəni bizim getdiyimiz proseslərə baxmaq üçündür ki, A hal-hazırda nəyə bərabərdir? Nəticəsi və text formasında. F-string hansılar istifadə olunur? F-string, sonra yeni sətrə keçmək, sep, end, məsələn 3 nöqtə ilə loading, sonra deyək ki, 3 nöqtə ilə bitsin. Fərqi yoxdur. Burada deyə bilərsən ki, elə loadingin sonuna gəl 3 nöqtə qoy da belə. Yenə orada belə bir söz çıxır. Deyirəm ki, məsələn, bura gələcək element hansısa bir listdən gələcək, nədənsə gələcək. Sən onu, yəni burada necə bayaqları elə bilməmişlik. Burada. Necə ki, gəlib burada qoya bilmirsən, 3 nöqtəni. Belə. Yəni, məcbursan neyinəyəsən? Ya bu metoddan istifadə edəsən, ya enddən istifadə edəsən. End, yəni deyirsən ki, nə gəlsə düşsə bura, mənə maraqlı deyil. Axırına 3 nöqtə qoyacaqsan, sətrin axırına 3 nöqtə qoyacaqsan. Bu end onu istifadə eləmək üçündür. Raw stringdə nə oldu? Məsələn, bunu yazmaq istəyirsən və deyirsən ki, bu problemsiz yazılsın. Escape simvollar işləməsin, bloklansın. Onda raw string. Burada məsələn variable adı olsaydı, desəydi ki, tutaq ki, məsələn ad. Bunun üçün mən məcbur edim, bura bir dənə F. Burada yoxdur axı, ona ehtiyac yoxdur. Burada yəni variable yoxdursa, F-stringə də ehtiyac yoxdur. Deməli, dırnağı unutmaq olmaz. Əsas məsələ text isə mini tapşırıq var burada. Bu bax print özü sadədir. Bunu hamı eləyə bilir.
Səni fərqləndirəcək şeylər nədir? Raw stringi, sep end istifadə etmək, escape simvollardan istifadə etmək və f-string düzgün istifadə etmək səni başqa kod yazanlardan üstün eləyəcək. Yəni print'i hamı bilir, amma gəl soruş görək hələ sep endi kimlər bilir, raw string nədir, kimlər bilir? Bunu az adam bilir. Input nədir? Biraz inputdan da danışaq, digərləri qalsın, çünki yüklənmə yenə oxuyarsınız, araşdırarsınız, amma çalışın birini mükəmməl bilmədən o birisindən keçməyin. Hamısından biraz bilməkdənsə, məsələn, printlə inputu super bilirsiniz. Inputu mən burada əlavə şeylər eləmişəm, bunu oxuyacaqsınız təbii ki. Printlə inputa aid tapşırıq da verə bilərəm bunun dərsindən sonra. Bundan sonraki hamısı rahat gələcək. Əsas elə printlə inputu yaxşı bilməkdir. O birisilər sadədir. Input nə edir? İstifadəçidən məlumat almaq. Biz bilirik ki, terminalda və biz vizual kodda falan onu götürə bilərik də. Buradan eləyə bilmərik. Yəni burada input işləmir, wait çıxılda işləmir. Gələ elə burada görə byte içərisindəyik. Bizim də nə edir? Birinci sadə forması nədir? Sadə forması deyirəm ki, məsələn, ad bərabərdir input dırnaqda yazırıq. Inputun içərisində dırnaqda yazırıq bizdən nə istəyir. Mən bunu belə böyüdüm ki, siz yaxşı görün. Adınızı yazın deyib 2 nöqtə qoyuram. Bir dənə də boşluq qoyuram belə. Və mən niyə hamısını böyünə yazalım? Input özdən maraqlı səsidir. Print salam salam. Buradan da indi bax gəldik nə hansı məsələyə? F-string məsələsinə. Burada mən adı çıxartmaq istəyirəm. Səliqə. Nə istifadə edəcəm? F-string. Düzdür? Səliqəni çıxaracağım. Bunu run eləyəcəm. Adınızı yazın. Yazıram bura. Öz adımı yetirirəm birbaşa. Enter edirəm. Nə çıxdı? Salam Hüseyn. Ehtiyacı yoxdur hələ ki. Çox yaxınlaşdırmışıq. İndi yaxşı. Deyək ki, başqa bir şeyə baxaq. Məsələn, deyək ki, rəqəm yazın, düzdür? Sonra da burada belə bir şey deyək. F-stringdən istifadə edəməyək. Deyək ki, bu ada rəqəmi üstün. Məsələn, deyirsən ki, 10 üstə gəl ad. Bunu da rəqəm yazıq da. Rəqəm yazın. Bunu da rəqəm eləyək. Bunu mən göstərirəm ki, yəni ən çox olunan səhvlərdəndir və ona görə. Deyirsən ki, rəqəm yaz. Rəqəmi 10-la topla, mənə print elə. Sizcə düz olacaq, səhv olacaq. Səhv olar. Səbəb? Biri integerdir, biri nədir? dırnaqlı. Biri nədir? Biri stringdir. Nə bildin stringdir? Yazılıb da inputun içərisində rəqəm yazın, stringdə də. Bunu biz özümüz əllə yazmışıq. Bu string, bunu biz yazmışıq. O yazacağı, bax bu 12 yazıb daş. Enteri vurdu. Nə oldu? Məsələ də oldu. Yəni, bilmədən düz dedin əslində. Bu stringdir, düzdür. Amma inputa verilən dəyər proqram onu string kimi qəbul edir. Elə bir ki, yazıb da yazıb. Onun üçün mən nə etməliyəm? İşləsin deyə. Hansı funksiya var tanıyırsınız ki, inputa çevirsin string? Şeydir də, o integer. Integer. Bunu option. Rəqəmi neydi ona da? Integer funksiyası içərisinə aldıram bu inputdan gələn dəyəri. Deyirəm ki, nə yazsa rəqəmə çevirib verərsən mənə. Təzədən işlədirəm. Deyirəm ki, bir rəqəm yazın. Buradan yazın. Məsələn, 15. Enter. Baxaq görə nə oldu burada. Error aldıq. Yəni error aldıq. Rəqəm. Razılaşdırdım. Evet, oradan o şeyin integer düzəlmişəm. Terminal. Rəqəm yaz. Yenə bu çevirməyib var burada.
çevirə bilməyib daha doğrusu. Çevirmədən mənimsədib. Gəlin belə eləməyək. Ha. Burada belə bir şey deyil. Ayrı-ayrı eləyək ki, qarışmasın. Rəqəm bərabərdir. Int rəqəm. Onsuz da başa düşülür da. Bu çətin bir kod deyil. İndi yoxlayaq. Gəlin yoxlayaq. Qarışmasın. 14. Toplaya bilmirik. Biz belə niyə eləmişik ki? Bu əyri mötərizə f-string üçündür. Biz belə niyə eləmişik? Çox maraqlıdır. Mənə də heç kim demir. Bəlkə bayaqçı kodda işləyərdi bu arada. Yəni burada çox güman ki o da işləyərdi, amma yəni işləməsə də bu formada eləyə bilərsiniz də. Yəni sonradan mən eləmişəm, rəqəmin özünün integer formasını mənimsətmişəm. Yəni integer çevirib sonra özünə mənimsətmişəm. String idi əvvəl yazacağı rəqəm 35, 45. Ona demişəm ki, rəqəm ilə sonra onu rəqəm dəyərinə, variable-dan mənimsət. Əvvəlki string idi. Onu da yoxlamaq üçün belə edirəm. Print və baxmaq üçün hansıdır? Type, düzdür. Type-ın içərisində yazılan rəqəm. Deyirəm ki, bunun type-ına baxacaqsın. Bax, belə. Başa düşülən olması üçün nə edirdim? Boşluqlardan istifadə edirəm. Düzdür. Deyirəm, bir dəfə çevirəndən sonra mənə göstər tipini, bir dəfə çevirməmiş göstər. Vurdum, deyir ki, rəqəm yaz. 11, bax. Bir dəfə string, bir dəfə də integer. Mən çevirdim. Və axırda nəticəni verir bizə 21. 11-in üstünə 10 gəldi, 21 bizə verdi. Gördünüz, bax, bu formada işləyəcək. Bir də nələrə diqqət etmək lazımdır? Bunu dırnaqda yazmaq lazımdır və printi də normal bilsəz, indi biraz yorğunçuluqdur, biz aləmi qatdıq bir-birinə. Printi də normal bilsəz, input da normal bilsəz, səhv eləməyəcəksiniz, error çıxmayacaq. Əsas odur, bunu dırnaqda yazdınız. Printin qaydaları var da, dırnaqda yazıbsınızsa, içərisində variable, əyri mötərizədə istifadə edəcəksə, əvvəlində f olmalıdır. Yox, əyri mötərizə yazmayıbsınızsa, onda f də lazım deyil, heç dırnaq da lazım deyil. Yəni, onlara bir dənə diqqət edin. Əsas odur, deməli, input sətrinə çatır. Burada məsələ necə işləyir? Biz bunu yazmışıq, düzdür. Burada belə bir kod yazmışıq. Bunu bağlayaq. Deməli, digər dillər kimi deyil də. Biz dedik ki, Python necə işləyir? Sətir-sətir oxuyur və soldan sağa gedir interpretator. Və oxuyur, deyir ki, rəqəm adlı bir dəyişən yaratmalıyam və onun içərisində nəsə qoymalıyım. String qoymalıyam. Yəni, nəsə, əsas odur, nəsə qoymalıyam, amma mən bunu hardan bilirəm onun içərisində string qoymalıyam? Bu inputa görə. Çünki Pythonda inputun, yəni digər proqramlaşma dillərində fərqli ola bilər. Amma əksəriyyətində eynidir. String qoymalıyam mən bunun içərisinə. Bunu oxudu və bu birisləri oxumur hələ. Sənə birbaşa bu sözü çıxardır. Hələ bunlardan işi yoxdur. Bunlara dəymir. Sənə deyir ki, elə bir gəlib bunu oxuyub dayanıb. Bax, bunu oxuyub. Bunun axırında elə dayanıb, gözləyir. Sən ta ki rəqəm yazana kimi. Bax, fikir ver, hələ bunları oxumayıb. Çünki oxusaydı burada mən rəqəmin tipi falan çıxardım. Çıxmayıb heç nə, fikir verirsiniz. Burada gözləyir. Sən rəqəmi yazandan sonra, məsələn, yazdın 66, enter eləyəndə keçəcək növbəti sətrə. Baxaq, hansı çıxdı. Print bu işlədi, bu işlədi, bu işlədi. Hamısı işlədi. Çünki rəqəmi çevirməkdir. Artıq ikinci bir input yoxdur. Həm də inputa belə demiyorlar, belə adlandırmıyorlar. Dayanacaq da demiyorlar. Interpretatorun dayanacağı. Bunu mən öz baxış açımdan deyirəm. Çünki orasından da dayanır. Bir var, hamısını oxuya-oxuya gedə icra eləyə. Bir də var, məsələn, gəldik, tutaq ki, burada da yazıram. Deyirəm input. Düzdür, bax, yazıram ad. Bərabərdir. Yəni, onun sübutudur da bu input. Adınız. Belə bir şey yazıram, hə? Normalda nə etməlidir? Toplayıb nəticəni falan verməlidir. Belə vurdum. Deyir, rəqəm yazın. Deyirəm ki, məsələn, 88. Enter. Nəticəni hələ tapmayıb. Gəldi, nəyə göstərdi? String olmasını göstərdi. Hətta çevrilib, çevriləndən sonra onun tipini göstərməyib. Bax, stringdir. Hələ də göstərir ki, stringdir.
Amma mən bu inputdan sonra onu çevirmişəm, fikir verirsiniz. Burada tipini göstərmişəm. Bax, burada çevirmişəm, düzdür? Çevirmişəm, amma onu göstərməmişəm. Harda göstərmişəm? Burada. Biraz qarışıq məsələdir, amma diqqətlə baxsaz görərsiniz ki, çevirməni eləmişəm və göstərməmişəm. Əslində bax burada hal-hazırda mənə bax kodlaşdırmada belə bir çətin nüanslar var. Bu proses gedib, amma biz hələ xəbərimiz yoxdur ondan. Bizə gəlib çatmır. Görürsüz? Burada deyir ki, sənin inputun hansıdır? String. Və dayanacaq haradır? Harada dayanmışıq? İkinci inputda dayanmışıq. Düzdür? Burada dayanmışıq. Növbəti sətirləri əslində bura keçsəydi, göstərəcəkdir ki, əslində sənin inputun tipi də dəyişib. Yəni inputdan gələn dəyər var ki, rəqəmə vermişdi. Onun tipi də string idi, input eləyibsən, integer eləyibsən sən onu. Burası hələ biz onu görmürük. Dayanacaqda da dediyim kimi adınız deyirəm ki, Hüseyn. Təbii ki, bu adı istifadə edə bilərəm, eləməyə bilərəm. Bu düşəcək hara düşəcək? Adı içərisinə düşəcək. Amma aşağıda mən adı istifadə eləməmişəm. Yenə də dayandı, düzdür? Fikir verirsiniz, adımı yazandan sonra artıq növbəti sətirlər icra olundu. Həm bura icra olundu, həm də bura. Deyir ki, class, yəni data tipi olaraq integer və hesablandı çıxdı. Deməli, bəzi belə bir istisna kodlar var da, interpretatoru saxlayır. Biz əvvəl, ümumiyyətlə bundan sonraki öyrənəcəyimiz dərslərdə görəcəyik ki, məsələn, döngü deyək, məsələn, 3-cü sətirdən tutaq ki, 3-dən 6-cı sətrə qədər mən nə yazmışam? Döngü yazmışam. Bu vaxta qədər keçdiyimiz dərsdə nə idi? Yaza gedirdi və hamısını yuxarıdan aşağı, soldan sağa oxuya gedirdi. İndi vəziyyəti dəyişir. Bu gün nə öyrəndik? Artıq dedik ki, keçən dərs demişdik ki, kompüter kimi fikirləşməyə, kodun çevrilməsini başa düşməyə çalışmalıdır. Yəni, yaxşı proqramçılar onları bilib, onları kontrol edənlərdir. İndi bu günləri artıq biz interpretatora dayan dedik. Fikir verirsiniz, dayan. Dayan necə dedik? Inputla. Çünki dedik ki, mən məlumatı vereyim, sonra sən davam elə. Tələs. Hamısını niyə oxuyub tərcümə edirsən? Niyə proqramlaşma dilinə çevirsən, maşın dilinə çevirsən? Çevirmə. Mən gözləməm bunu eləyim. Sonra döngüdə filan da və ya da if-else'də görəcək ki, deyəcək. Məsələn, orada hamısı yenə kodun çevrilməsini kontrol eləmək üçün. Məsələn, deyirsən ki, mənim şərtim var. Şərtim ödənsə, tutaq ki, 5-dən 6-ya qədər olan kodları icra elə. Ödənməsə, 9-dan 8-ə qədər olan kodları icra elə. Artıq yəni sən ona şərt qoyursan, şərtin əsasında deyirsən ki, 2 cür kod verirəm sənə, ikisindən biri işləyəcəksən. Dolayısıyla mənim şərtimi hansı ödənsə ona uyğun. Görürsünüz, yəni bu vaxta qədər keçib mən ona görə deyirdim ki, if-else'dir, döngülərdir, bunlar sonrakı mərhələdir. Yəni çox müəllimə fərqli yanaşıram. Yəni bu bizim lisans dərsimiz 13-cü, 14-cü dərsimizdir. Biz hələ interpretatora, yəni kodu oxuyub icra edən, maşın dilinə çevirən, kompüter dilinə çevirən əsas, yəni kodumuzu o çevirir, tərcümə edir və işə düşür də. Biz onu bu gün dayandırmağı bu gün öyrəndik. O da məcburi dayandırmaqdır. Yəni bizdən məlumat alınmağını gözləyir də. Bu cür taktikalardır, dayandırmaq, sonra qayıtsın, bir də oxusun. Məsələn, burada yazdığım kodları mən ürəyim istəyir ki, 20 dəfə oxusun, təkrarlasın. Bu döngüdür. Və ya da buranı icra eləsin, buranı eləməsin, hansısa şərtə görə. Bu olacaq, if-else olacaq, şərt olacaq. Yəni, bu şey artıq onu idarə eləmək. Bundan sonraki məqsədimiz onu idarə eləyək ki, biz istədiyimiz kimi geçsin də, ssenari biz yazaq, biz istədiyimiz kimi geçsin. Və indi mənim ürəyim istəyir, harada istəyirəm, ona dayanacaq qoyuram, inputdan, amma sui-istifadə eləmirəm də. Bu ad mənə lazımdırsa mən bunu, yəni istifadəçidən bu adı almaq mənim nəsə bir işimə yarayacaqsa, mən bunu istifadə eləyəcəmsə, bu adı istəyirəm ki, daxil etsin və onun da yerini düzgün eləmək. Yəni, burada istifadə eləmək mənə lazımsa, burada eləyirəm. Burada yox. Burada eləmək lazımdırsa, əsasən əvvəldə olur. Bax, indi fərqli olacaq. Burada, deyir ki, rəqəm yaz. Sən 55. Gördüm, heç bir kod icra olmadı. Çünki aralarında heç bir kod yoxdur. Elə bir birinci dayanacaq, ikinci dayanacaq. Ardıcıldır. 2 dəfə dayandı orada. Bizdən adımızı istədi. Dedim ki, Həsən. Bunu vurandan sonra artıq dayanacağı yoxdur axı. Heç bir şərt də yoxdur, heç bir döngü də yoxdur. Birbaşa axıra qədər oxuya gedir, hamısını icra edir.
Bunlara fikir vermək lazımdır. Hansı interpretatoru dayandırır, hansı geri qaytarır, hansı kod deyəcək ki, bu ümumiyyətlə bundan aşağıdakı kodlarımı oxuma. Başa bunlara fikir vermək lazımdır. Inputu burada nə oxuyursunuz? Inputu oxuyursunuz. Gəlin məsələn inputdan başlayacağıq. Görürsünüz burada yazmışıq. Inputla bağlı maraqlı şeylər var. Burada görüm inputla bağlı input və printlə bağlı sizə tapşırıq atacağam. 10 dənə tapşırıq atacağım. Onları eləyərsiniz, amma yenə də istəyərdim ki, ondan başqadan maraqlı nələrsə. Bax, görürsünüz, məsələn, belə bir şeylər yarada bilərsiniz. Yəni, düzdür, indi burada if istər falan da lazımdır. Amma bunu oxusaz, burada lazımlı şeylər yazmışam hamısını. L-nə qədər. L-nə qədər oxusaz, burada inputu mükəmməl səviyyədə işlədə biləcəksiniz. Sırf inputdan söhbət gedir ha. Input amma tək başına işləmir. Input işlənir if-elslərlə, döngülərlə, listlərlə, stringlərlə. Tək başına əgər siz ona mükəmməl bilsəz, digər şeylərdə rahat eləyəcəksiniz. Mən inputdan adı gəldim, aldım, sonra. Yəni burada təbii ki, mənasızdır. Ona görə bəs döngüləri falan əvvəldə keçirlər ki, onlarla da birləşdirsinlər də. Yəni inputu da məcbur qalsın keçsin. Bizə elə ehtiyac yoxdur. Biz hər şeyi keçirik, sonra ən axıra. Hətta mən deyərəm, bu dərslərə baxan adam, çox adam sıxılacaq ki, deyəcək, hələ bu qədər dərs keçib, hələ while yoxdur, for yoxdur, if yoxdur. Bu nə dərsdir? Belə deyə bilərlər, amma indi bu 4 tələbənin nəticəsində görəcəyik biz onu. Bu nə dərsdir? Onu 4 tələbədə görəcəyik. Aydındır. Bəli, aydındır. Burası bir iki sualım var idi. Bəli. Biraz qəliz olan yerlər var, yəni azından mənə gəlir. Məsələn, bu tipini qoymuşuq. Məsələn, type rəqəm, type nə bilim ad, nəsə belə bir şey. Birində string gəlir, birində integer. Məsəl üçün bu rəqəm aldıq, rəqəm yazın, deyək ki 21, orada birinci string gəldi. O niyə string gəldi? Çünki rəqəmi özümüz yazdıq da. Məsələn 55 yazdıq. O string verdi bizə. Sonradan biz o tipini dəyişdik, elədik integer. O niyə orada şey gəldi, string gəldi ki, çünki rəqəmi özümüz yazdıq axı. Onda belə çıxır ki, input avtomatik şey verir bizə. String metodudur. Kim bir şey sayılır. Yəni burada baxaq. Bax, ən çox edilən səhv. Görürsünüz, burada yazmışam. Input, yaş, sən onu toplayırsan. Səbəb nədir? Həmişə ora string düşür. Yəni inputdan kim nə yazsa, string formada düşəcək. Bax, görürsünüz, deyirsə, rəqəm belə yazsa. Proqramlaşma belə yazılıb ki, onun yazdığı şeyi sənə nə yazsa, sənə string formasında versin. Sən onu ondan sonra, bəs int funksiyası nəyə görə var? Sual verirəm. Mən daha mənalı olar ki, bax, bunları lap silirəm. Tutaq ki, yazıram, tutaq ki, a bərabərdir. Məsələn, 12. Mən bunu int eləməyim, tutaq ki, deyirəm, b bərabərdir və ya da a bərabərdir. Int, indi özünüz baxın da bu kodlara. Int bərabərdir a. Bu daha mənalı olar, yoxsa inputdan gələn dəyəri mən integerə çevirim, nəsə iş görüb. Hansı daha mənalı? Yəni, bunu çevirmək lazımdırsa, burada gələ belə bunun dırnaqlarını istərəm, onlar integer. Bu prosesə nə ehtiyac var? Bunu öyrənmişəm ki, gələcəkdə lazımlı şeylərə istifadə edeyim. O da lazımlı şeylərdən biri nədir? Inputdan gəlmişik, o məqama gəlmişik. Inputdan gələn stringi mən çevirim rəqəmə. Yəni, stringi çevirim integerə. O əsas məqamlardan biri indidir. Int funksiyasının məqsədi budur. Bu, indi proqramlaşmada belə qəbul olunur ki, inputdan gələn dəyər string olmalıdır. Sən də onu integerlə çevirməlisən. Başa düşdüm. Orada dedim bayaq ki, yəni metodu kimi bir şey sayılır input string. String sayılır da, yəni nə gəlir olsun string olur. Nə gəlir string. İndi yaxşı, belə bir sual var. Deyir ki, bunun haqqında danışmadıq. Burada dırnaqda sözümüzü yazmalıyıq. Bu if ilə yoxlanmalıdır. Rəqəm yazın, düzdür. Bu adam götürür, məsəl üçün də. Biz nə olsun ki, çevirmişik burada. Demişik ki, a bərabərdir. Integer a. Düzdür, nə olsun ki, mən çevirmişim.
Bu biz hamını nəzərə almalıyıq da. Bura gələn adam ağıllı da ola bilər, ağılsız da ola bilər, problemli adam da ola bilər. Yəni yazıb belə 10. Sən də arxayınsan ki, bax yaxşı ki, proqramçı hər ehtimalı nəzərə alır. İndi biz bilmirik də, eləyə bilmirik. Sən deyirsən ki, hə, yazacaq bura o dırnaqda 15 düşəcək. Mən bunu integerə çevirəcəm, bunu toplayacağam. Düzdür? Bir rəqəm yaz. Yazdım 15, problem yoxdur. Nə elədi burada? Topladı yoxsa? Nə yazdım mən burada? Siz A üstə gəl 5 yazmalıydınız, yoxsa necə? Başa düşmədim. Hə, A üstə gəl 5 yazaq. Rəqəm yazın deyir. Məsələn, deyirəm ki, 25. Enter 30 topla, düzdür? Bir dənə dəlil gəldi bura. Yoxdur da, ağlı işləmir. Və ya da nəsə problem yaratmağa çalışır. Yazdı belə bir şey. Hə, problemdir. İndi mən enter vursam nə olacaq? Arxasıcan 5 gələcək. Xəta olmayacaq, bu xəta olmalıdır. Ya olmayacaq. Niyə? Niyə oldu? Niyə oldu? Biz Python keçmişik. Ayrı-ayrı data tipləri toplaya bilməz. İntə çevirmir bəs onu. Çevirə bilər. Yəni sən bunu bu yazdığın belə bir şey, bax bunu. Bunu internetə çevirə bilərsən. Belə bir rəqəmimiz var. İnformasiyonlar üstə 5 gəlsin. Hə. İndi yaxşı. Mən onun səbəbinə baxıram. Deyirəm ki, A bərabərdir. Dırnaqda belə bir söz. Deyirəm ki, A bərabərdir. Integer A, düzdür. İndi buna baxıram. Yenə value error verir də. Sən bunu nətər rəqəmə çevirmişsən? Belə bir rəqəm var ki, mən onu çevirim. Burada sən if-lə yoxlama eləməlisən. Funksiya işlətməlisən. Görürsünüz, gələcək dəstənin mövzuları yazırlar. Yoxlamalısan ki, bunlar hamısı rəqəmdir həqiqətən də. Mən bunu toplama işi görürüm. Əgər o rəqəmdirsə mən toplayım, rəqəm deyilsə toplamayım. Bunu mən nətər hardan bilirsən ki, sən ora rəqəm yazacaq mütləq? Nə olsun ki, sən burada deyibsən ki, bax, nə olsun ki, sən burada deyibsən ki, sən rəqəm yaz. Bu adam azad insanla götürər hərf yazar. Sən orada ona çıxartmalısan ekrana ki, hər dəfə səhv eləsə, hər dəfə bax belə bir şey yazsa, döngülərlə, iflərlə deməsən ki, qardaş, zəhmət olmasa rəqəm yaz, ədəd yaz. O ağıllanmayacaq, hər dəfə belə yazacaq, sən də hər dəfə onu bir də elə kod, sadə koddan yazsan ki, o adam bezir, axırda o məcbur qalır rəqəm yazır. Çünki görür ki, mən rəqəm yazmadım, heç cür hesablamadım. Mənə mesaj çıxardır ki, rəqəm yaz, rəqəm yaz, rəqəm yaz. Bu adam, bunu proqramlaşdıran adam o qədər ideal proqramlaşdı, o qədər gözəl kod yazıb ki, mən rəqəm yazmasam xəta görmürəm. Heç ümumiyyətlə xəta görmürəm. Rəqəm yazsam da görmürəm, yazsam da görürəm, yazmasam da. Yəni siz bax bu A-nı toplamaq 5-lə, düzdür? A-ya düşə biləcək olan bunu toplamaq, biz xətanın qarşısını necə alaraq? Deyərik ki, buradan əvvəlində şərt yazarıq. Deyərik ki, əgər bunun həmin o yazılan rəqəm var, o bilmirikdə rəqəmdir, nədirsə də hər şey ola bilər. Tarix yazıb. O həqiqətində rəqəmlərdirsə, bunu toplama işidir. Biz bunu açıq havada yazmışıq belə, boşluqda qalıb belə. O da ürəyi istəyən eləyəcəkdir. İstəsə tekst yazacaq, istəsə rəqəm yazacaq. Ürəyi nə istəyirsə eləyəcək. Onda da xətanla rastlaşacaq. Bizdə də problem, ona da problem. Biz hər şeyi kontrol altında saxlamalıyıq. Deməli ki, biz bilirik də, ya bu ehtimal bizim üçün var da, belə bir təhlükə var. Ora hərf yaza bilər. Ona görə sən birinci yoxlamalısan. Hamısı rəqəmdirsə, sonra toplama işini. Yəni çünki Python'ın əsas əvvəldən ilk dərsdən barbar bağırdığı şeydir də, ayrı-ayrı data tipləri toplaya bilməz. Düzdür, məsələn, integer float'a toplaya bilərsən. Amma yəni sən stringlə əgər şey toplamasınsa, integeri toplamasınsa, bu böyük problemdir. Ən çox verdiyi errorlardan biridir. Buna icazə vermir və sən bunu yəni belə bu şəkildə yəni yazmağın düşüncəsiz proqramçısan deməkdir. Zəif proqramçısan. Yəni sən əgər kod yazsansa, öz beynin kimi düşünməməlisən. Sən fikirləş ki, bu kodları 10 nəfər istifadə edəcək. Hərəsi bir psixologiyadır. Hərəsi ağzına gələni yazacaq. Nə yaza bilərlər oraya, nə işi görə bilərlər və o işlərə görə mən hansı ssenariləri hazırlayım.
hamısına uyğun nəticə olmur. Biri gəlib sənin kodunda nəsə edib xəta çıxacaqsa, xəta sənin üçün var ki, sən düzəldəsən. Bu xəta mən üçündür ki, mən bunu düzəldim ki, bu xəta olmasın. Bu xəta cəmaatın görməsi üçün deyil. Əgər kimsə bunu işlədib, burada xəta görsə, o sənin zəifliyidir. Sən elə bir ideal kod yazmalısın ki, bu A-nın yerinə tekst də yazsa, nöqtə də yazsa, xəta görməsin. Söz görsün, printlə nəsə görsün, amma xəta görməsin. Bu xətanı görürsə, deməli sənin kodunda boşluq var deməkdir. Başa düşdünüz? Yəni proqramçı hər ehtimal nəzərə almalı. Ümumiyyətlə çox şeydə belədir. Məsələn, mən həmişə tibb sektorundan misal çəkirəm. Gedirsən həkimə, hamısı gedir baş ağrı ilə. Baş ağrıya həkim bir dərman yazır, düzdür? Yəni bunu məsələn aptek də bilir də. Yəni aptek də bilir. Gedib özün də araşdırıb tapa bilərsən. Yaxşı həkim orada hansıdır? Məsələn, yaxşı proqramçı deyirsən, yaxşı həkim, yaxşı savadlı həkim hansıdır? Sənə hər tərəfli nəzərə alınır. Məsələn, sənin təzyiqin varsa, sənə filan tərkibli dərman olmaz. Hər tərəfli sənə individual yanaşıb sənə uyğun dərmanı yazır. Hər dərmanı yazmır. Yaxşı proqramçı da kodları istifadə edəcək hər tip insanın psixologiyasına uyğun kod yazır ki, ssenariləri yazır ki, yəni heç biri problem yaşamasın. Hamısının qaydasına getsin. Biri gəlib bura A-ya məsələn tekst yazacaq, biri rəqəm yazacaq. Rəqəmi yazana rəqəmin hesablatdırırsan, deyirsən getdin, çox sağ ol. Tekst yazanda mesaj çıxarsan ki, ay qardaş, rəqəm yaz. O tekst rəqəm yazana qədər o mesajı ona məcbur çıxartdırırsan. O bezir axırda rəqəm yazır. Yəni bu ssenariləri siz fikirləşməlisiniz, proqramçılar. Başqa kiminsə sualı var idi? Sual verin, zəhmət olsun. Rəmə yenə vermək istəyirdim. Bir də bu bayaq X zat o debug idi də, deyəsən o debug idi. Onu tam tutanmadım axı. Yəni bir dənə imkansız təzəmdən başlayır. O dırnaqda X sonra bir dənə də vergül X belə bir şey. Bax nədir? Məsələn, X deyə bir dəyərimiz var və onun əvvəllər bilir ki, bu özümüz yaratmışıq, o da 10. Sonra aşağıda nəsə bir proseslərdən keçir. Biz bilmirik ki, bax, bir yazım X. Mən də hal-hazırda nə edirəm? Hal-hazırda nə yaşıyorum? Elə bil X-i 17-yə vururuz belə. X-in əvvəlki qiymətini 17-yə vururuz. İndi bu sadəsində olanlar o qədər hadisələr keçdi filan. Biz print eləmək istəyirik, görə X-in nəticəsi neçədir? Belə bir şey çıxartdım. Bunu belə X bərabərdir verəcək. X bərabərdir X. Bu X bax bizə tekst kimi gələcək ekrana. X. Burada nə var? 2 dırnaq arasında. 2 dırnaq arasında var. X bərabər X boşluq bərabərdir. Bu bizə tekst kimi çıxacaq. Bu isə X-in içində nə var? O düşəcək ora. İndi baxaq. Debug edirsən də, yəni analizin X bərabərdir nəyə? Yəni bu olmasa yaxşı, deyək ki, şeydir. Belə bir şey yazmışıq da, belə yazmışıq. Bu daha başa düşülməyən daha. Bu 170 nəyə? 170-dir. Bəlkə sən 50 dəfə print yazıbsan. 170 hansı 170-dir? Bir də var ki, bu formada belə olanda başa düşürəm ki, X-in qiymətidir 170. Debug edirsən. Analiz edirsən. Bax, buradan baxırsan ki, bu formada yazılışdır. Bir dənə dırnaqda. İndi başa düşdüm. Bir də X-in içindəki dəyəri sən istəyirsən burada. Bunu da təbii ki, bu dırnağın içərisində yazsan, olmayacaq. Bax. Yenə qayıtdı print qaydalarına əsasən. Print qaydalarına əsasən belə yaza bilməsən. Bunu yazmaq üçün eləməsən, bir dənə if, bunu əyri mötərizəyə almalısan. Belə deyirəm. Range deyir, belə edir. Amma bu daha çətin oldu, elə bil. X bərabərdir 170-də belə çözülür. X burada vergül atmışıq. Belə də edərsən. Bayaq başa düşməmişdim, mən indi başa düşdüm. Bu daha çətin versiyadır. Bundan sonra belə eləyirsən. Bax, bunu sildin. Dırnaqda X bərabərdir. Boşluq. Sonrasına vergül deyirsən. Bir anda mən bura X-in dəyərini çıxartmaq istəyirəm. Doğru ki. Yəni bura bir boşluq verirəm. Səliqə alır. Elə. Burada mən əlavə eləməyəcəm. Ümidvaram ki, əlavə eləməyəcəm. Çünki printlə input səliqəli formada hər şey yazılıb.
Bu gələn dərs build funksiyanı. Əslində bu gün istəyirəm, daha çox çəkdir. 1 saat gedir. Bunlar asandır. Bunlar rahat öyrənəcəksiniz. Heç mənə də ehtiyacınız yoxdur. Bir dənə bəzi şeyləri burada əsas məqamları vurğulayacağam. Biz sabah yekunlaşdırmalıyıq, amma bunların hamısını oxusaz və icra eləməyə çalışsaz, printlə inputunu da tapşırmalısınız. Yəni build funksiyanı sabah biz yekunlaşdıra bilərik. Başqa nəsə başa düşülməyən nəsə var? Yox, xeyr. Bütün suallarımı verdim, elə başa düşmədim bunlardır. Bir də bu run'ın qısa yolu var klaviaturada, kontrol nə bilim nə belə bir şey. Məsələn, onu basmadan, mişkanı istifadə eləmədən printin çap olunmağı, elə bir funksiya var. Əslində digər proqramlarda var. Biz bunu burada fərqli runlardan istifadə edirik. Biz əslində bax vizual kodda göstərdik. ChatGPT mənə vermişdi Ctrl F5 zadı. Elə bir şey yazdım, o da yuxarıdan nəsə belə çıxdı. Başa düşmədim onda. Məsələn, SQL-də mən Ctrl Enter-lə eləyirdim, belə çıxırdı. SQL-də rahatdır. Burada prosta siz əsas məsələ Ctrl F5-lə eləmək olar. Prosta əsas məsələ nədir? Biz burada bu terminaldan işləməli deyilik əslində. İndi vizualdayıq da biz bundan işləyirik. Biz terminalda və yaxud da bax bu terminal və yaxud da bash script git bash. Proqramçılar çox istifadə edir bunu, git bash. Bunu da öyrənəcəyik. Burada biz əsasən run eləmək, çalışdırmaqdan burada çıxardacağıq onu. Bunu indi biz bunun vasitəsilə, terminal vasitəsilə eləyirik. Əslində Ctrl F5-dir. Burada işləmir deyirsiniz Ctrl F5. İşte necə işlədi? Yuxarıdan nəsə belə 3-4 dənə belə bir şey. Prosta burada bilmədim də nə oldu da. Burada seçici deyir hansından eləmək istəyirəm. Python deyək tutaq ki. Bunu bağlayaq. Bax Ctrl F5 eləyirəm. Bir dəfə seçəndən sonra avtomatik işləyir. Birinciyə girdiniz, o debugging. Python. Yəni birincini seç, bir dəfə deyir ki, seçimi elə. İkincidə də səndən soruşmur da hər dəfə Ctrl F5. Burada bax bu formada işləyir, nəticə göstərir. Əgər buna girməyə tənbəlləyirsinizsə, bunu da edə bilərsiniz. Yəni qısa yol istifadə etmək üstünlükdür əslində. Yəni eləyə bilərsiniz. Bu elə. Sonra bunun başqa versiyası nə idi? Burada yazıldı Python 3. Yəni Python bir də failin adı məsələn a.py. Burada yazıb sonra onsuz da yuxarı eləyəndə gəlirdi də o. Bir dəfə yazsaq, bax bir dəfə yazsaq. Python 3 lə yazılır da məncə. Mən yoxlayaq bunu. Üçsüz yazaq. Yazmamışam ki. Bundan sonra mən nə vaxt yuxarı vursam klaviaturada bu yuxarıda söhbət gedir. Nə vaxt bunu vursam nə düşəcək? Faili işə salmaq. Yenə işə salır. Python kod. Yuxarı bax budur. Və bunu biz terminalda da istifadə edəcəyik. Bunu vuranda əvvəlki kodda yuxarı aşağı bundan da əvvəlki kodlara baxa bilirik. Gördünüz. Biz if-else və döngülər keçəndən sonra layihə yaradıb Git öyrənməliyik, Git bash öyrənməliyik, portfolio yaratmaq, orada sadə layihələr əlavə eləmək falan. Bunları öyrənək. İndi burada biz nə qədər maksimum nə layihə yarada bilərik? Nə döngü yoxdur. Sadəcə biz inputdan gələn dəyəri biz yoxlaya bilmirik hələ ki, bu rəqəmli yoxsa yox. O qədər. Amma biz dedikdə, yəni o yoxlamaq asan tərəfidir. Yəni if-else'dir, döngü. Sən əslində nə olmasan data tipləri yaxşı bilməlisən, metodları yaxşı bilməlisən, bunları operatorlar. Bunları yaxşı biləndən sonra if-else'i də başa düşəndə rahat işləyəcəksən ki, mən gələn dəyəri yoxlayıram, bu rəqəmdir. Rəqəmdirsə mən bunu print eləyim, deyilsə bu eləyim. Bunları rahat işləyəcəksən. Çünki əlində hər silahın var.
İndi bax bu gün biz printi sadə keçmişdik. Printi bu gün geniş keçdik. Input'u geniş keçdik. Yenə input haqqında var və digər build funksiyalardır. Kimlərdə ki, nə qaranlıq qalsa soruşar. Qeyd eləyin özünüzdə. Əsas odur qeyd edin suallar. Məsələn, mən özüm dərs keçən vaxtı özümdə həm yaddan çıxan hissələri qeyd edirdim. Məsələn, tutaq ki, eval adında bir funksiya var. Yadımdan çıxırdı. Yazırdım eval tree. Bu deməkdir, bu işi görür və əsas xüsusiyyətlərini yazırdım. Bir də məsələn, səhifə ayırmışdım. 10 il bunun əvvəldən söhbət edirəm də. Səhifə ayırmışdım. Orada məsələn deyirəm ki, dərsdən kənar müəllimdən tez-tez soruşanlar da, sən 5 dənə, 3 dənə, 10 dənə sualım çıxırdı. Təzə dərslə bağlı, köhnə dərslə bağlı. Bunları qeyd edirdim. Müəllimə sual verirdim yanımda. Siz də məsələn dərs başlayanda mənə heç kim sual vermir. Mən bilirəm ki, siz sualınız da olur, sonra yadınızdan da çıxır o sual. Bilirəm ki, elə şeylər olur. Olur. Baxıram, dedim bunu soruşaram. Bir də heç yadıma düşmür. Gərək qeyd edim. Çalışın bugünkü dərslərə fokuslanın. Yəni mən məsələn durub indi if-dən sual vermə, döngüdən sual vermə, yəni mənasızdır. Bu gün məsələn nə keçmişik? Input, print, düzdür? Input printlə bağlı mənə bir dənə qeyri-adi bir şey gətirin. Deyin ki, bax, bunu müəllim mənə izah edə. Input print keçirsiniz, belə bir şey mən görməmişəm. Keçən dərsdə də baxarsınız. Keçən dərsdə setlərlə maraqlı, sadə yazılışdı, birləşdirmədir, operatorlar da əlavə eləmişəm bu setlərə. Siz uzun kodlar, hamı uzun kodlarla yazmışdı. Orada keçən dərsdə kimlər baxmayıbsa, o iştirak etməyibsə baxsın mütləq. Orada əlavə eləmişəm. Setlə bağlı da problem yoxdur. Dedi ki, Python himninə də riayət eləmək lazımdır. Təmiz, sadə, gözəl kodlar yazmaq lazımdır. Və ən əsas məsələ də ssenarilər. Yəni ssenari elə olmalıdır ki, sənin kodunda boşluq olmamalıdır. Ümumiyyətlə hacker məlumatınız var da, hacker nə iş görür? Girir saytda və yaxud da ümumiyyətlə yazılan kodlarda boşluğu tapır. Bunun iki tip versiyası var da. Məsələn, biri var, hacker yox, məsələn, kodları yoxlayan, nəli bilər. Kodları yoxlayır, görür sənin kodun nə qədər idealdır. Tutaq ki, yazıbsan ki, inputdan A-ya bir dəyər gələcək. Götürür bir dəfə tekst yazır, bir dəfə rəqəm yazır, bir dəfə nə yazır. Yoxlayır ki, görüm hələ bunun kodları nə qədər düzgün işləyir, nə qədər ssenariləri düzgün yazır. Burada səhv tapa bilin. Bir var belə, bir də var ki, sən proqram yazırsan və hacker gəlir onu alt-üst eləyir. Nəsə orada boşluqlarından girir içəri, məhv eləyir, çıxır gedir. Sən əgər yaxşı proqramçısansa, nə sənin kodunda səhv tapan olmayacaq, nə o ssenarilərdə problem yaşamayacaqsan, nə hacker ora giriş elə ya çətinliklə girəcək, ya girə bilməyəcək. Çünki sən hər şeyi nəzərə alırsan da. Siz biraz da şahmat oxşuyur. Bu şahmatda necə ki, məsələn, 10 gediş sonranı planlaşdırırsan ki, bax, o belə gəlsə mən belə gedəcəm, nə bilim, o atı gəlsə mən vəzirdən çıxacam. Belə şeyləri nə qədər planlaşdırırsansa, o qədər güclü şahmatçı olursan. Yəni bu həkimdə də belə, tibbdə də belədir, bütün sahələrdə belədir. Bunu da siz indidən bilməlisiniz ki, mən hər şeyi nəzərə almalıyam. Yəni ancaq yaza getməklə proqramçı olmaq demək deyil. Mən sizə ona hazırlayıram ki, yəni siz ağaca gördünüz ki, bu adam gəldi bura, inputdan hərf yazdı. Yəni onu bilməlisiniz. Bu hərfdə yaza bilər, hər şey yaza bilər. Yəni bu məsələni bax yarım saat danışıram. Səbəbi odur ki, gələn dəfə sizdən belə şeylər görmürdüm. Ümumiyyətlə sizdə də görmürəm ki, mənim kimi hər şeyə fikir verirsiniz də. Göz açıq. Yəni o şeydə real həyatda deyirlər, göz açıq olun. Burada da həqiqətən də göz açıq olmaq lazımdır. Yəni hər şey güllük-gülistanlıq deyil də. Bu yazıbsan bura x input deyirsən. Rəqəm yaz, düzdür. Sən də öz beynində xəyallar dünyasında yaşayırsan, deyirsən ki, bu adam gələcək bura, rəqəm yazacaq. Yox, elə şey yoxdur. Bu yazan adam ağıllı da ola bilər, ağılsız ola bilər. Şeydə məsələn UX, UI dizayn var. Ümumiyyətlə dizayn, saytların dizayn edən işlər, belə bir işlər var da. Orada mən o startaplarda, layihələrdə olmuşam. Orada ən aşağı IQ-lü adamlar əsasən nəzərə alınır ki, məsələn LinkedIn falan çətindir. Mən onun dizaynını falan bəyənmirəm. Çünki yaşlı adam onu istifadə edə bilmir. Uşaqdırsa istifadə edə bilmir. Uşaq adam nə? Onu kimlər istifadə edə bilir? Savadlı adamlar,
saytlarda çox olur. Yəni niyə ancaq elə adamlar? Bəlkə də məqsədləri odur, bilmirəm indi. Amma məsələn Facebookdur, Instagramdır, TikTokdur. Bunlar görürsən necə asandır. Uşaq da girir, qoca da girir. Normal şəkil də paylaşırlar, hər şey deyilir. LinkedIn-də yox. LinkedIn-də biraz yüksək IQ lazımdır, biraz savad lazımdır istifadə etməyə. Amma əsasən saytlarda nə edirlər? Daha IQ aşağı olan adamları nəzərə alırlar ki, onsuz da kütlənin çox elədir də. Məsələn 10 nəfərdən 7-sinin IQ-su aşağıdır. 3-ü çox belə güclü beyni var. Belədir də. Yəni hər dünyanın hər yerində belədir. Güclü beyin biz nədir? Sərvətdir, yəni milyardlara bərabər bir şeydir. Onu Allah hamıya vermir. Sən ona görə nəzərə almazsan ki, sənin yazdığın proqramın 100 nəfərin qabağına çıxacaq. Bunun hamısı çox savadlı olmayacaq. Yəni sən bura rəqəm yazıbsan deyə söhbət savad söhbətdə deyil. Bu rəqəm yaz deyibsən, adam var protiv getməyə, yəni xarakter məsələsi də var. Adam var protiv getməyə xoşlayır. Sən rəqəm yaz deyirsən, o götürür deyir ki, mən prinsipə mən hərf yazacağam. Sən o həm emosiyaları, həm xarakterləri, həm IQ səviyyələri, bunların hamısını nəzərə alıb kod yazmalısan, proqram yazmalısan. Eləməsən ki, hər türlü bu işləsin, burada qüsursuz olsun. Bu adam neynəsə onun qabağına nə çıxardım, neynəsə bunun qabağına nə çıxardım. Yəni, deyirsən ki, ay yox, mənim ağlıma getməmişdi, bu belə bir şey yaza bilər, söhbət olmamalı. Başa düşdünüz? Yəni, onda olacaqsan, sən yaxşı proqramçı. Onda sən Python deyəndə sən yada düşəcəksən. Və sənə də o birisilər kimi elə kör-körana kod yazırsansa, kodunda hər tərəfdə başsüzən olubsa kodunun, o təbii ki, boşluqlar çox mənasına deyilən. Sən də olacaqsan, məsələn, Əli-Vəli onlardan biri. Yəni, fərqi yoxdur. Bu, sənin kimi milyonlarla adam. Mən istəyirəm ki, mənim tələbim elə olmasın da. Mən bu qədər danışıram. Yarım saatdan danışıram. Bir də bu məsələyə qayıtmayacağam. Bütün senariləri qurursunuz. İndi bax, mən döngülər ikisində, if-lər ikisində mən sizdən tələb edəcəm. Deyəcəm ki, mən özüm aparacam ən ağılsız adam kimi. Elə bir məktəbə də getməmişəm. Sizin yazdığınız kodları işlədəcəm. Deyəcəm, proqram yazım. Mən də məktəbə getməyən bir adamım. Çox bir savaddan xəbərim yoxdur. Götürüb o kodları ağzıma gələn yazacam. Orada mənə səhv çıxmamalı. Error görməməliyəm. Görsəm deyəcəm ki, bax mən filan dərsin axırında 1 saat mən dil tökmüşdüm sizə. Başa salmışdım hər şeyi. Niyə nəzərə almırsınız? Qabaqcadan deyirəm ki, sonra mən sizdən bunu tələb edirəm. Burada qorxmalı bir şey yoxdur. Sadəcə sizdən istədiyim odur ki, mən yenə deyirəm, hər dəfə bunu deyirəm. Bir şey, problemi bilmək, onu 50% həll etmək deməkdir. Yəni, bunun varlığından xəbərdarsın. Artıq siz kod yaza-yaza, bundan sonraki kodlarda, öz kodunuzda olan boşluqları, bura girə bilən ağılsız insanları, çünki sən artıq istifadəçindən məlumat alırsansa, sən ikinci bir şəxs girdi bura. Ora girə biləcək adamın hər birinin ağlı ola bilər, olmaya bilər. Bunu da bilirsən, başlayacaqsan şuur altındadır da hər şey. Bizim idarə eləyə bilmədiyimiz şey nədir? Şuur altı. Sən bundan xəbərdarsansa, istər-istəməz əlin gedəcək də ora. Deyəcəksən ki, bu adam şey yazıbsa, ora, yəni ağılsız bir adam girdi, ora hərf yazdı. Mən yəni ifatım məcbursan, çünki müəllim 1 saat danışıb bundan bağlı sənə. O başqa qaçış yolu yoxdur. Başa düşdünüz? Yəni belə. Sual yoxsa dərsi onsuz da saxlayıram.